Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 6-cı coğrafya kitabından bölmə 1.2 məkanın miqyası fərqləri mövzusuna baxacağıq. Gəlin vaxt itirmədən mövzula tanış olaq. Coğrafiyada əsas anlayışların biri miqyasdır. Yer kürəsi öyrənmək üçün 2 növ miqyasdan istifadə edilir. Bunlardan biri məkan miqyası, digəri isə xəritə və kartografik təsvirlərin miqyasıdır. Məkan miqyasının tərifinə baxın. Məkan miqyası hər hansı bir coğrafi hadisənin, baxın, tərifi baxın budur. Məkan miqyası hər hansı bir coğrafi hadisənin və ya prosesin baş verdiyi ərazinin ölçüsüdür. Yəni burada bizə məsələn verib. Lahor şəhərinə havanın çirklənməsi kiçik məkanda iri, yəni ərazidən daha geniş regiona və dünya miqyasına təsir edə bilir. Yəni dedik ki, yəni lokal ərazilərdən başlayan, necə deyirlər, təbii fəlakətlər və yaxud da insan əli ilə yaradılmış fəlakətlər nəticəsi kiçik ərazidən çıxıb böyük ərazilərə təsir edə bilir. Hətta bütün dünyaya da təsir edə bilir. Daha sonra dedik ki, məkan miqyası özü bölünür. Lokal, regional və qlobal miqyaslara bölünür. Gəlin lokal miqyas haqqında məlumat alaq. Lokal miqyas məkan yaşadığımız kiçik ölçü ərazidir. Dedik, yəni yaşadığımız ərazi nəzərdə tutur, əsasən lokal ərazi. Bura kənd, qəsəbə, məhəllələr nəzərdə tuta bilər. Bu ərazi iqlim, su, torpaq, sənaye obyektləri, əhali, turizm xüsusiyyətlərinə görə fərqlənir. Bu miqyasda məkan daha ətraflı öyrənmək mümkündür. Həmçinin lokal ərazilərdə şəhərləri də qeyd edə bilərik. Bura, yəni dedik ki, ərazinin sənaye obyektləri, daha sonra turizm, sonra iqlimi, suyunu, torpağını daha yaxın öyrənmək üçün lokal miqyasdan istifadə etməyimiz daha yaxşıdır. Yəni ərazi haqqında daha ətraflı məlumat əldə edə bilirik. Bəs regional miqyas nədir? Regional miqyas yaşadığımız ərazidən daha böyük olan ərazilərə aid edir. Məsələn, yer kürəsində həmişə yaşam meşələrdən biri Amazon cəngəliklərdir. Bu meşələr özünə məxsus xüsusiyyətləri ilə fərqlənir. İsti və bol yağıntılı hava şəraitində burada sıx bitki örtüyü və heyvan növlərinin müxtəlifliyinə səbəb olmuş. Nəticədə bu ərazi zəngin regiona çevrilmişdir. Dedik ki, regional miqyas lokal miqyasdan böyükdür. Yəni biz onda regional miqyasa orta ölçülü miqyasa deyə bilərik. Yəni bu ərazilərdə burada bizə məsələn verib. Məsələn, yer kürəsində həmişə yaşlı meşələrdən biri Amazon cəngəllikləridir. Meşələr özünə məxsus xüsusiyyətlərlə fərqlənir. Yəni artıq regional dedikdə daha böyük ərazilər nəzərdə tutulur. Burada məsəl üçün Amazon meşələrini deyə bilərik, tropikal meşələri deyə bilərik, səhraları burada qeyd edə bilərik. Gəlin mətni daha yaxını təhlil edək. Məsələn, burada bizə Amazon cəngəliyi haqqında məlumat verib. Amazon cəngəlikləri istidə bol yağıntılı olur, sonra həmişə yaşlı olur. Daha sonra sıx bitki örtüyünə malikdir, heyvanat növlərinin müxtəlifliyi var burada. Mətni oxuduq, gəlin isə sualları cavablandıraq. Buranı mən təmizləyib. Sualları cavablandıraq. Birinci sualı deyilir ki, mətndə və A şəklinə əsasən məkanın miqyasına görə genişlənməni şərh edin. Baxın, bizdə A şəkli lokal, regional və qlobal verib. Mən bu situasiya üzərindən sizə izah edəcəm. Məsəl üçün bir çay deyək, tranzit çayı. Başladığı ölkədən həmin ölkə ora sənaye sularını, sonra çirkab sularını, sonra məişət sularını həmin çaya axıdır. Həmin çay digər ölkə ərazisindən keçir və həmin ərazidə çirklənməyə məruz qalır. Həmçinin digər ölkələrin ərazisini çirkləndirir. Bu olur regional problem. Daha sonra isə həmin çay dənizə və okeana tökülür. Bu isə qlobal problemə çevrilir. Yəni biz bunu bu cür ifadə edə bilərik. Daha sonra ikiyə baxaq. B və C şəkillərinə nəzər yetirin. Baxın, B şəkli bu, C şəkli budur. A-da deyir ki, B şəklindəki məkan C xəritəsindəki hansı ölkə ərazisində yerləşir və xəritədə bunu bizdən göstərməyimizi istəyir. Bizdə siyasi xəritə olmadığı üçün mən bunu şifayə deyəcəm. Hansı ölkə ərazisində düşür? Braziliya, Boliviya, Peru, Ekvador, Kolumbiya, Venezuela, Guyana və Surinam ərazisində düşür. Gəlin təkrar edək. Braziliya, Boliviya, Peru, Ekvador, Kolumbiya, Venezuela, Guyana və Surinam ərazisində düşür Amazon meşələri. Daha sonra isə B-yə baxaq. B və C şəkillərindəki məkan nə ilə fərqlənir? Baxaq. B şəkildəki məkanda
B şəklində Amazon meşələrinin necə deyirlər, florası təsvir olunmuşdur. Burada yəni ağaclar təsvir edilib, sonra yəni kiçik bir ərazi təsvir edilib. Lakin C şəklində isə Amazon meşələrinin daha böyük ərazisi, yəni regional şəkildə təsvir olunub, yəni böyük ərazilər təsvir edilib. B və C şəkilləri məkanlar nə ilə fərqlənir? B şəklində lokal ərazi, C şəklində isə regional ərazi təsvir edilmişdir. Daha sonra isə 4-ə baxaq. Sizcə B şəklindəki meşənin oxşarı hansı qitələrdə rast gəlmək olar? D şəklində istinad edin. Baxın, D şəkli budur. Biz görürük ki, Mərkəzi Afrikada, sonra isə Cənub-Şərqi Asiyada biz burada rast gələ bilirik. Yəni qitə olaraq Afrikada və Asiyada rütubətli həmişə yaşıl meşələrə rast gəlmək mümkündür. Biz lokal və regional miqyas məkan haqqında məlumat aldıq. Gəlin qlobal məkan haqqında da məlumat alaq. Qlobal miqyaslı məkan bütün dünyanı əhatə edir. Yer kürəsində hadisə və proseslərin geniş bir ərazidə əlaqəli şəkildə baş verməsi onların qlobal miqyasda yayılmasıdır. Məsələn, Cənubi Amerikada həmişə yaşıl meşələrin məhv edilməsi qlobal dəyişikliklərə səbəb ola bilər. Yəni, qlobal miqyasda artıq regionalda bir neçə dövləti əhatə edirsə, qlobalda bütün dünyanı əhatə eləyir. Lokalda isə kiçik bir ərazi, yəni şəhərləri, sonra kəndləri, qəsəbələri əhatə eləyir. Daha sonra mətlə davam edir. Yer kürəsində baş verən təbii və sosial-iqtisadi hadisələr və proseslər hər miqyasda öyrənilə bilər. Çünki məkanlar bir-birə sıx bağlıdır. Məsələn, COVID-19 pandemiyası dövründə virus əvvəlcə lokal bir ərazidə, sonra isə region, daha sonra isə bütün dünyada bürüdü. Ümumi Dünya Səhiyyə Təşkilatı və dünya ölkələrinin qlobal miqyasda həyata keçirdiyi tədbirlər nəticəsində bu xəstəliyin qarşısı alındı. Gəlin mətni daha da açaq. Dedik ki, lokal ərazidə baş verdi. Yəni 2019-cu ilin dekabr ayında Wuhan şəhərində meydana çıxdı bu COVID-19 pandemiyası. Bu dövr ərzində birinci Wuhan şəhərində lokal ərazidə baş verdi. Daha sonra Çinin digər şəhərlərinə yayıldı, regional olaraq yayıldı və nəticədə Çindən çıxaraq bütün dünyaya yayıldı və bu qlobal pandemiya yayılmasına gətirib çıxardı. Mətni oxuduq, gəlin suallar cavablandıraq. 5-də deyir ki, yer şəkli əsasında suallar cavablandırın. Baxın, bizdə yer şəkli. B, C və D təsvirlərini yer şəklində ifadə edən amillərin hansına uyğun gəlir? Bizdə Amazon meşələri bizdə təsvir edilmişdi. B və C D təsvirlərində. Bu da bizdə burada tarixi, ekoloji, təbii, iqtisadi, siyasi, mədəni, sosial aspektlər verilir. Yəni Amazon meşələri burada təbii uyğun gələcək. Yəni birbaşa təbiət vasitəsilə yaranıb, yəni heç bir insan müdaxiləsi olmadan yaranıb və mövcud olub. Burada təbii uyğun gələcək. Daha sonra B-yə baxaq. Yer şəklindəki amillərdən bir neçəsi onun lokaldan qlobala doğru necə dəyişdiyini izah edir. Məsələn, burada ekolojini götürək. Yenə eyni qaydada transit çay stasiyasını misal çəkək. Dedik ki, yəni həmin bir ərazidən başlayaraq çay başlayır. Həmin başladığı ərazidə, başladığı ölkədə ölkə sənaye və çirkab sularını və məişət sularını bu çay axıdır və çay axaraq digər ölkələrin arasından keçir. Bu regional problemi artıq çevrilir. Daha sonra isə digər ölkələrin arasına axaraq digər ölkələrin arasına zərər verir. Sonra həmin ölkələrdən keçdikdən sonra dəniz və okeanlara tökülür və bunun nəticəsində qlobal bir problemə çevrilir. Daha sonra 6-cı tapşırığa baxaq. COVID-19 virusun yaratdığı xəstəliklər qısa zamanda müddətində pandemiya halına aldı. A-ya baxaq. Deyir, F-dəki şəkillərə əsasən virusun müxtəlif məkanlarda miqyasında yayılmasını düzgün ardıcılıqla sıralayın. Gəl sıralayaq. Baxın, burada birinci biz dedik ki, koronavirus Çinin Wuhan şəhərində yayıldı. Bu nəticəsində
təbibçilər və həkimlər həmin virusu lokal şəkildə saxlamağa çalışsalar belə virus genişləməyə başladı. Birinci, yəni Wuhan şəhərində başladı lokal şəkildə, daha sonra Çinin digər şəhərlərində yayıldı, regional xarakter aldı və Çindən də digər ölkələrə yayılaraq qlobal bir problemə çevrildi. Yəni dedik ki, burada olacaq cavab 2, 1, 3. Daha sonra şəkilin hansı xüsusiyyətlərinə görə sıraladınız? Yəni ikinci şəkil lokal, birinci şəkil regional, üçüncü şəkil qlobaldır. Yəni yenə dediyimiz kimi ikinci şəkildə Wuhan şəhərində meydana gəldi. Yəni lokal bir xarakter olaraq. Daha sonra bu öz cığırından çıxaraq Çinin digər şəhərlərinə yayıldı, regional xarakter aldı. Daha sonra isə Çindən yayılaraq bütün dünyada pandemiya şəraiti yaratdı və yəni arealı genişlənərək qlobal bir problemə çevrildi. B'nin də cavabı oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.